Hər kəsə salam. Servisimizə XFX brendinə məxsus RX 5700 XT ekran kartı təmirə göndərilib. Müştəri şikayəti: fanlar işləmir. Yəni hər iki fan ümumiyyətlə konnektora bağlanılır. Normalda ümumiyyətlə bir çox ekran kartları belədir. Müəyyən bir yük altından sonra fanlar işə düşür. Ancaq ilk startda fanlar anlıq olaraq fırlanması mütləq şəkildə lazımdır. Daha sonra standby rejimə düşür. Müəyyən bir yük altında, yəni istiliyin müəyyən bir dəyərə çatdığı zaman fanlar standby rejimindən aktiv olur. Yəni daim olaraq müəyyən bir RPM-də fırlanır. Ancaq bunda elə bir reaksiya yoxdur. Ümumi olaraq belə deyim, fan işləmir. Fan başqa ekran kartında yoxlanılıb. Fanlarda hər hansı bir qüsur yoxdur. Mən aşağı-yuxarı anakartı incələmişəm və qüsur ekran kartının anakart dövrəsi ilə bağlıdır. Ekran kartı çox bərbad vəziyyətdədir. Yəni bildiyimiz termal pədi, termal məcunun üzərinə termal pəd yapışdırılıb. Yarısı radiatorda qalıb. Və baxın, buradakı diarmoslar və onun kənarları həqiqətən bərbad vəziyyətdədir. Normaldır, çünki fanın bu hissədə olduğunu bilirik və fan otaq şəraitindəki tozları da daim bura, belə deyim, təmas etdirir. Arxa özü isə ideal vəziyyətdədir. Bu arada ekran kartı hər hansı bir müdaxilə görülməyib. Oksidləmə yoxdur. Ekran kartını belə deyim, ortalama analiz etmişəm, oksidləmə yoxdur. İdeal vəziyyətdə, sadəcə bu hissəsi bərbad vəziyyətdədir. Təbii ki, mən bunu təmizlədikdən sonra təmir prosesini davam etdirəcəyim, ancaq diaqnostika üçün bir neçə ölçüm etmək istəyirəm. Daha doğrusu ilk öncə mən bunu bağlayım. Riser'in köməyi ilə ilk belə deyim, start aldığı müddətinə baxaq. Və baxaq görək həqiqətən fanlar necə reaksiya bildirir. Açıq heç qoşub özüm də baxmamışam. Fanı mən yox, bunu göndərən şəxs özü yoxlayıb. Deməli, riserimiz bağlıdır. Kiçik soyutma sistemini əlavə edim. Bu arada ekran kartı işləyir. Yəni ekran kartında hər hansı bir problem yoxdur. Konnektorumuzu bağlayaq. Anakart start aldı və anlıq olaraq fırlanmaq istədi. Yəni əslində fanlar boşdadır. Hal-hazırda görüntümüz var. Mən anakartı söndürdüm. Yenidən start verəcəm. Yenidən start aldı və anlıq olaraq bir fırlanmaq istəyir. Ancaq məlum məsələdir ki, fırlana bilmir. Və bizim dövrəmizdə bir problem var, dediyim kimi. Yəni bu tip problem qarşımıza çıxarsa, nələri yoxlamağımız lazımdır? Hər zaman olduğu kimi ilk öncə anakartda hər hansı bir oksidləmə varmı, yoxmu, bunu kontrol edirik. Növbəti prosesimiz hər hansı bir fiziki zədə varmı? Fiziki zədə səbəbli buradakı dövrə komponentlərimiz də sıradan çıxa bilər. Bu bizim konnektorumuz. Görüntümüzü fokuslayın. Konnektorumuzda hər hansı bir fiziki zədə yoxdur. Bu arada bu ekran kartının sxemi də yoxdur. Ancaq mən başqa bir sxemləri bir-biri ilə qarşılaşdırıb anakartın, daha doğrusu ekran kartının təmirini
həyata keçirəcəyəm. İlk öncə dediyim kimi bizim üçün lazım olan ətraf komponentlərin yoxlanmasıdır. Hər hansı bir fiziki zədə yoxdursa, təbii ki, ölçüm etməyimiz lazımdır. Deməli, mənim əlimdə olan ekran kartının sxemi yoxdur, ancaq deməli 2 fayl sənədim var. Biri Gigabyte RX 5700XT, biri isə Sapphire RX 5700XT. Yəni eyni, belə deyim, daha doğrusu fərqli brend markalardır, ancaq sxemlər və modellər eynidir. Aşağı yuxarı dövr eynidir. Fərq bilirsiniz nədir? Ümumiyyətlə ekran kartlarında əsas fərq nədən ibarət olur? Yəni deyəlim ki, bu ekran kartının sxemi yoxdur əlimdə. Eyni model olması lazımdır axtarış etdiyim zaman. Yəni bu modelin sxemini tapmadığım müddətdə, misal Gigabyte, Asus, fərqli firmalar, brend firmalar var ki, onların sxemindən istifadə edə bilərik. Həm sxem sənədindən, həm də BoardView faylından istifadə edə bilərik. Çünki aşağı yuxarı ekran kartında belə bir metod var. Dövrənin, belə deyim, fazları, VRAM fazları 1.8, 3.3, 5 kimi fazlar demək olar ki, bir-birinə çox yaxın olur. Yəni, oxşarlığı çoxdur. Misal, burada hər hansı bir fazımız varsa, deyəlim, Asus markasında bu faz bu tərəfdə ola bilər və yaxud da bu tərəfdə ola bilər. Giriş konnektorlarının əksəriyyəti eyni olur. Əsas GPU fazları demək olar ki, eyni olur. Yəni, buradakı fazların, faz dövrələrinin, yəni VRM kontrol edən dövrlərin aşağı yuxarı biraz sürüşmə ola bilər. Ancaq, belə deyim, ilk görünüşdə bir-birinə çox oxşarlığı var. Ona görə də, əgər əlinizdə təmir etdiyiniz ekran kartının sxemi yoxdursa, başqa bir eyni model olmasın. Misal, mən axtardığım hal-hazırda RX 5700XT üzərində axtarış edirəm və 2 fayl var. Biri PDF, biri isə BoardView fayldır, yəni nöqtə xəritəmiz. Və bunu qarşılaşdıraraq ilk öncə ən azından pinlərin, misal buradakı pinlərin sıralamasını təyin edə bilərəm və qeyd edim ki, fan pinləri belə eynidir. Hər iki model fərqli olsa belə, ancaq standart olaraq buradakı fan konnektorunuzun pin sıralaması eynidir. Bunu təbii ki, özüm də təyin edə bilərəm. Ən azından groundu və əsas ana 12 voltajı, daha sonra burada tək və PWM siqnalımız qalır. Bunu da dediyim kimi, sxemlər eyni olduğuna görə aşağı yuxarı, yəni tam bərabər olmasa da, ancaq dövrənin məntiqi eynidir bir çoxunda. Fərqli kontroller ola bilər. Əksərən mən görmüşəm, eyni kontroller və yaxud da analog bir kontroller istifadə edilir, hər hansı bir faz kontrollerdə. Ancaq aşağı yuxarı, belə deyim, dövrə eynidir. Deməli, bu bizim BoardView, ilk öncə BoardView sənədinə nəzər yetirək. Deməli, bu bizim MG201, buradakı konnektorun kod adıdır. Və burada bizim 4 pinlidir. Məndə də eyni ilə 4 pinlidir. Bunu göstərim. 4 pinlidir. Baxın, buradakı birinci pinimiz işarət edir və hətta, baxın, diqqət edək. MG201, MG201. Fərqli firmadır. Bu Gigabyte. Bu isə FXF. Yox, nə idi firma? XFX firmasıdır. Yəni, fərqli brend firma, ancaq konnektorların, hətta BoardView faylındakı konnektor adları eynidir. Pin sıralaması da böyük ehtimal ki, burada eyni olacaq. Deməli, birinci ground. Bunu təyin etməyim üçün multimetr bizə lazımdır. Müqavimət rejimdə və ya da bazar rejimdə baxa bilərik. Həmçinin, belə deyim, müqavimət rejimdə bu proses edəcəyim. Çünki həmçində ölçüm etmiş oluram mən. Birinci pin 0.3 ohm və təbii ki, burada probe müqavimət dəyəri də var. Yəni, bura mənfi pinidir. Daha sonra ikinci fan out. Fan out, bu bizim əsas giriş ana voltajımızdır fan üçün.
Ölçümünü edək. Burada yüksək dəyər çıxacaq. Bu normaldır, çünki bura qoşulan bir yük də yoxdur. Ona görə dəyər yüksəkdir. Fan bağlandığı zaman müəyyən bir dəyərə sahib olacaq. Daha sonra fan tag siqnalımız 3.6 ohm. Bu anormaldır. Burada yüksək bir dəyər olması lazımdır. Növbəti PWM. PWM burada megohm cinsindən də normaldır burada, çünki yük qoşulmayıb. Ancaq bu yük qoşulmadığı halda belə çox aşağı bir dəyərdir və əslində bu bir qısa qapanma sayılır bu fan tag siqnalı üçün. İlk elə şübhəli bizim problemimiz budur. Böyük ehtimal ki, bu dövrə buradakı pinlə əlaqəlidir. Daha sonra göstərəcəm əslində bu pinimiz nəyə bağlıdır. Fərqli bir trigger logic məntiq qapısı var. 6 pinli. Əslində bu kontroller ona bağlıdır. Fan tag. Bu bizim baxın boardimizdə. Burada müqavimətlər gedir. Burada pull up 12-yə və 3.3-ə bağlanılıb. Böyük ehtimal ki, müqavimətlərin bəzisi lehimlidir, bəzisi lehimli deyil. Bu arada baxın, bu hissəsi mənim ekran kartımla yaxından, uzaqdan əlaqəsi yoxdur. Mən də əsasən baxın, bu pinə, daha doğrusu buradakı ekran kartının pinlə bağlı olan dövrə komponentlə aşağı hissədə yer alıb. Digər bizim gigabyte anakartın board sənədi isə sol tərəfində yer alıb. Və buradakı pinlər əslində bura bağlıdır. Dediyim kimi mən sxemi, daha doğrusu bu dövrəni aşağı yuxarı analiz etmişəm. Buradakı bizim bir ədəd MOSFETimiz var. Bu böyük ehtimal ki, P kanal MOSFET olması lazımdır. Buna da baxaram. Baxın, burada bizim gərginliyimiz gəlir 12 voltaj və MOSFETimizin köməyi ilə buradakı ikinci pinə göndərilir. Yəni bu dövrə buradakı ikinci pinə məxsusdur. Qalan dövrələr isə baxın burada yer alır. Buradakı komponent onsuz da burada baxdığımızda da bu yollardan bilmək olur. Bu grounddur. Daha sonra üçüncü pinimiz baxın bura gəlir. Buradakı müqavimətimizlə bağlıdır. Daha sonra sonuncu pinimiz baxın buradakı komponentlərimizlə bağlıdır. Əslində burada belə deyim, biraz sxemlə çalışma bacarığınız olması lazımdır. Yəni misal mən bu tip dövrələrə baxdığım zaman təyin edə bilirəm ki, əslində bu pinlər nəyə bağlıdır. Aşağı yuxarı dövrəni öz beynimdə canlandırıram ki, digər sxemdə necə isə bunda bu formadadır. Dediyim kimi misal digər board sənədində bu tərəfdə yer alırdısa, bunda isə aşağı tərəfdə yer alır, bir hissəsi də üst tərəfdə yer alır. Ancaq məntiqi eynidir, dövrənin çalışma məntiqi eynidir. Ona görə ümumiyyətlə bu tip sxem, öz sxemi olmadan fərqli bir sxemlə çalışdığınız zaman hər zaman özünüzü daim sxem üzərində təkmilləşdirməyə çalışın. Nə qədər sxem üzərində təkmilləşdirirsəz, özünüzü bir o qədər bu tip, yəni qarışıq bir fərqli deyəlim sxemi də yoxdur, aşağı yuxarı dövrəni özünüzdə analiz edə bilərsiniz. Çünki bu 4000 fərqli bir brend firmada eyni məntiqlə çalışır. Yəni Nvidia-da da eyni məntiqlə çalışacaq. Dövrədə fərqli ola bilər. Yəni deyəlim burada 3 müqavimət varsa, orada 4 müqavimət və yaxud da hər hansı bir MOSFET və tranzistordan istifadə edə bilərlər. Ancaq dediyim kimi buradakı fanın pin sıralaması, pin siqnal adları standartdır. Laptopda da olsun, masaüstü olsun, ekran kartı olsun. Yəni aşağı yuxarı fan pin sıralaması eyni məntiqdədir. Yəni buradakı pinlərin nə işə yaradığını bilirsinizsə, o problemi də o pinlərə nəzərən analiz edib həll yolunu tapa bilərsiniz. Belə, indi isə edəcəyim proses nə olacaq? Təbii ki, bu görüntünü təmizləmək istəyirəm. Normalda mən yəni bu tip ümumiyyətlə təmirlərdə heç bir halda tozu sevmirəm. Toza qarşı bir belə deyim, bir reaksiyam var. Ona görə anakartı tam ideal şəkildə kimyəvi maye ilə təmizləməyim lazımdır. Daha sonra qurumağa gözləyəcəyəm və təmirimizə davam edəcəyik.
Ekran kartımız ideal şəkildə yuyulub. Yəni eyni istehsaldan çıxmış vəziyyətə gətirmişəm. Bu da digər üzü. Digər üzü yaxşı idi, ancaq yenə də buranı da göstərim. Keçək təmirimizə. Təmirimizi qaldığımız yerdən davam edək. Biz təyin etmişdik ki, bizim 3-cü pinimizdə qısa qapanma var. Bu pinimiz fan tək, yəni fan takometr pinimizdir və bu pinimiz əslində GPU-ya bağlıdır. Şiş bir dövrə sayəsində göndərilir GPU-ya. Və bu pinin əsas mahiyyəti nədir? Deməli, PWM siqnalı bizim fan kontrollerə göndərilir. Yəni, fanın daxilindəki kontrolleri göndərilir. Və təbii ki, bu digital bir siqnaldır. Və bu digital siqnal qəbul etdikdən sonra fan kontroller və fanın sürətini ona uyğun tənzimləyir. Və tək siqnal isə out siqnaldır. Bu isə bizim fanımız hansı sürətdə dönür, onu GPU-ya göndərilir və GPU-da hər hansı biz əmələ sistem üzərindən, istər BIOS üzərindən fanın dönmə sürətini oxuya bilirik. Yəni, oxunuş formasını biz artıq əmələ sistem üzərindən, istər proqram və yaxud da BIOS-da bu seçim varsa, BIOS-da biz GPU, daha doğrusu ekran kartının üzərindəki fanın dönmə sürətini RPM cinsindən görə bilərik. Yəni, məntiq budur. Bu bizim PWM giriş siqnalıdır. PWM siqnalımız bu fan kontrollerə göndərilir. Baxın, burada bizim 3-cü pinimizə, daha üzr istəyirəm, burada 4-cü pinimizə. 3-cü pinimizi isə artıq burada çıxış pinidir. Out olaraq da qeyd edilir burada. Out. Bunu qeyd edim, çünki bu çıxış olmalıdır. Bu isə bizim takometr pinimizdir. Bu isə yenə də digital bir siqnaldır. Ümumiyyətlə, hər ikisi digital bir siqnaldır və bu siqnal, dediyim kimi, GPU-ya göndərilir. GPU. Yəni, buradakı fanın 4 pininin çalışma məntiqi bu formadadır. Bunları təmizləyim. Bu arada borbiblə də analiz edə bilərik, sxemlə də analiz edə bilərik. Sxem üzərindən izah edim. Ehtiyac olarsa borbiblə belə deyim, hər hansı pinlə baxa bilərik. Deməli, bu bizim birinci pinimiz ground. Daha sonra ikinci pinimiz bizim əsas ana voltajımız, hansı ki bu dövrə sayəsində göndərilir. Artıq bunların incələməsinə keçmirəm, ehtiyac yoxdur. Üçüncü pinimiz, deməli, üçüncü pinimizin adı, baxın, burada qeyd edilib, PWM fan. Daha doğrusu, üçüncü pinimiz fan təkdir, üzr istəyirəm, dördüncü pinimiz, baxın, burada qeyd edilib, PWM fan və fan in. Baxın, fan in, out olaraq bu çıxışdır. Bu isə fan tək. Burada biraz sürüşmə var yazılarda. Ancaq ox işarəsində də məlum olur ki, bu out çıxış siqnalımızdır. Və bu da bağlıdır bizim buradakı az öncə göstərdiyim bizim bu bir məntiq qapısı komponentimiz var. Az sonra onu da değinəcəyəm. Şiş bir komponentdir. Deməli görək. Tamam, burada yer alır və bu da bunun bağlıdır. Fan in. In burada qeyd etməsi əslində bu komponentə, məntiq qapısına girişi olaraq bildirilir. Birinci pinimizə bağlıdır. Baxın buradan. Eyni ilə burada da birinci pinə bağlıdır. Və bu arada fan tək pini standartlığı var. Standart nədir? Eksternal bir pull-up müqavimətinə sahib olması lazımdır. Eyni ilə burada da baxın 12 voltaja və 3.3-ə bağlıdır. Böyük ehtimal ki, bunların bəzi platformada
bəzilərində 12-yə, bəzilərində 3.3-ə. Reviziyada bağlı ola bilər və ekran kartı versiyasına da bağlı ola bilər. Ancaq yekun olaraq bunlar pull-up olaraq 12 və yaxud da 3.3 voltaja çəkilib. Deməli, baxın, bu bizim buzzer rejimi alım multimetrəmizin. Bu bizim 3-cü pinimiz, hansı ki torpağa qarşı qısa qapanma var və bu pinimiz, baxın, bağlıdır burada bir müqavimətə. Bu 0 ohmluq bir müqavimətdir. Bu isə dəyəri böyük olan bir müqavimətdir. Bu pull-up müqavimətimiz, baxın, budur. Buradan isə bir kondensator var, SMD. Baxın, SMD kondensatorumuzda qısa qapanmadır və buradan da bağlıdır bizim U250-yə və bunun birinci pini. Baxın, burada da ox işarəsi var. Bu onun birinci pinidir. Və buradan da ölçüm edək. Baxın, birbaşa bura bağlıdır və təbii ki, bu pin qısa qapanmadadır. Bu komponentimiz nədir? Bunun da PDF-ini öncədən endirmişəm və bura bir etiket əlavə etmişəm. Schmitt tetikləyici girişlərinə sahib yapılandıra bilir, çox funksiyonlu bir kapıdır. Əslində burada Schmitt trigger, Schmitt tətikləyici dövrəsi var. Baxın, bu funksional diaqramıdır bunun və 3 girişə sahibdir. Burada əslində komponentin, yəni bunun 6 ayaqlı olduğunu bildirir. Yəni 1-ci, 3-cü, 6-cı ayaqları girişdir. ABC olaraq alfabet üzrə burada qeyd edilib. Çıxış isə 4-cü pindir. Bu son olaraq bir çıxışa sahibdir. 3 girişə sahib, 3 giriş, 1 çıxışa sahibdir. Burada Schmitt trigger komponenti var, dövrəsi var daxilində və 3 ədəd də məntiq qapısını istifadə ediblər. Və bu konfigurasiya edilə bilən bir əslində komponentdir. Çünki daxilində gördüyünüz kimi fərqli tipli məntiq qapıları var. Artıq hansı məntiq qapılardan istifadə edilir bunu qeyd etmirəm. Və burada da bir şey qeyd edirik ki, baxın, bu tip məntiq qapılarından istifadə edilə bilir. Bunun da fərqli versiyaları da var bu arada. Sadəcə bunda istifadə edilən versiyada, baxın, bu məntiq qapısından istifadə edilib. Bu arada istifadə edilən buradakı məntiq qapıları 2 ədəd AND gate, digəri negativ AND gate, biz isə OR gate olaraq burada bu komponentdə 3 məntiq qapısından 2 AND, biri negativ, biri isə OR gate-dən istifadə edilib. Deməli, artıq bu PDF sənədimizi bağlaya bilərik. Burada bizə artıq heç bir şey, yəni orada artıq analiz edəcək bir şeyimiz yoxdur. Davam edək, board view-imizə baxaq. Burada da eyni ilə dediyim kimi bu fərqli markalardır, ancaq yekun olaraq məntiq eynidir. Fan tag pinimizi seçək. Baxın, burada 13 ohmluq müqavimətlə böyük ehtimal ki, bu ekran kartında birindən biri istifadə edilib. Burada müqavimətlərimizin fan in çıxışdır burada artıq və buradakı U250-yə, burada da eynilə U250 məntiq qapımızın birinci pininə göndərilir. Edəcəyimiz proses standart olaraq biz buradakı komponenti anakartdan ayıraq və bu arada qeyd edim ki, mən bu məntiq qapısını əslində bir neçə AMD ekran kartlarında görmüşəm. AMD 6700 idi, səhv etmirəmsə. Orada da bu komponent istifadə edilmişdi və bu komponent əlimdə var, əgər bu sıradan çıxmış olarsa. Yəni burada təbii ki, başqa bura bağlı bir komponent varsa dövrədə o da qısa qapanma ola bilər. Kondensatorumuz qısa qapanmada ola bilər. Ancaq yekun ehtimal olaraq ilk öncə biz bunu çıxarıb daha sonra davam etməyimiz lazım görək. Burada qısa qapanma itir yoxsa yox. Deməli, və bu arada bir şey qeyd edim, bu komponent çox həssasdır. Yəni biraz çox istilik dəydiyi zaman üzərində qabarma meydana gəlir. İlk öncə bu hissəni izolyasiya etməyim lazımdır. Çünki burada bizim konnektorumuzda zədə görməsin və bu komponentimizi ehtiyatlı şəkildə anakartdan ayıraq.
Az miqdarda flaks əlavə edəcəyəm. Normalda komponent çıxaranda mən flaksdan istifadə etmirəm. Sadəcə burada lehim biraz daha tez yumşalsın deyə bunu edirəm. Çünki komponentimiz sağlam ola bilər. Ona görə bu komponenti məhv etmədən çıxarmağım lazımdır buradan. Bir dəqiqə bizim konnektorumuza istilikdəydi. Konnektorumuz əridi. Mən bunu niyə yerindən çıxartmıram? Görün buradan çıxırsa. Yaxşı. Bunu daha sonra dəyişərəm. Ancaq bu yaxşı olmadı. Böyük ehtimal ki, bu keyfiyyətsiz bir konnektordur. Normalda bu konnektorlar yəni tez əriyən bir konnektorlar deyil. Ancaq təəssüf ki, burada keyfiyyətsiz bir konnektordan istifadə ediblər. Davam edək. Sonunda bunu çıxarmış olduq və bu arada qeyd edim ki, ümumiyyətlə bu tip dar bir bölgələrdə istilik bura təmas edir və ona görə də burada belə deyim, bu tip dar bölgələrdə komponent çıxarmaq çox çətin olur. Buradakı lehimləri də təzələyim, çünki burada lehimimiz bizim qurğuşunsuzdur. Mən qurğuşunu da əlavə edəcəyəm. Təəssüf ki, bizim konnektorumuz çox keyfiyyətsizdir həqiqətən. Mən normalda bu tip bölgələrdə hər hansı bir komponent çıxarmışam, amma bunun kimi belə tez əriyəni görməmişəm açığı. Yaxşı bir hissəsi qalıb. Yaxşı, biz yenə də işimizə davam edək. Bu çıxartdığımı bura ehtiyat şəkildə buraya itməsin. Ölçümümüzü edək. Müqavimət rejimi alıram. Yəni bazı rejimdən çıxartdım. Və baxaq hansı pin idi bura. Və artıq bəli, burada dəyərimiz yüksəkdir. Bu halda fanımız əslində işləməlidir normalda məntiqinə görə. Fanımız normalda işləməsi lazımdır. Bağlantıları edim öncə. Tamam. Soyutma sistemində bunu əlavə edək. Fanı mən gətirim. Təmas yoxdur, hər bir şey qaydasındadır. Qida blokunu aktiv etdim. Anakarta start verək. Fanımız yenə də fırlanmır.
Normalda fırlanması lazımdır. Tamam. Tamam. Fanımız fırlanmaya başladı. Böyük ehtimal ki artıq GPU isinib qaydasındadır. Söndürək. Tamam, artıq fanımız daha yüksək RPM-də fırlandı. Bunun səbəbi isə GPU həddindən artıq tez isindi. Yenidən test edəcəyəm. Tamam, auto start aldı. Fanımız fırlandı. Qaydasındadır. Tamam, söndürək bunu. Normalda dediyim kimi bu tək siqnal, daha doğrusu pinlərimizin çalışma məntiqini bildikdən sonra bu tip diaqnostikalarda, yəni misal bu komponent olmadan da bizim fanımız işləyəcək əslində. Normalda işləyəcək. Sadəcə fanın dönmə sürətini biz proqram vasitəsilə görmüş olmayacaq. Təbii ki, bu da yaxşı hal deyil. Yəni bu tip, yəni bunu bypass edərək bu formada işlətmək olmaz. Nə edəcək? Biz komponentimizi yenisi ilə əvəz etməyimiz lazımdır. Artıq bu komponent var məndə. Çünki buna bənzər başqa bir ekran kartında mən təmir prosesi etmişdim. Və oradan əlimdə bu komponent var. Bu bizim yeni komponentimiz. İndi isə onu bura lehimləyək. Komponentimiz anakarta lehimlendi. Yeniden ölçüm edeceğim. Multimetremiz müqavimət rejimdədir. Baxaq görək, üçüncü pinimiz bu dəfə komponent yerindəykən nə qədər dəyər göstərməlidir? Aşağı yuxarı eyni dəyərdir. Kilom cinsindən. Bu da meqom cinsindən. Çünki bağlı bir yük yoxdur. Yenə də qeyd edirəm. İndi isə edəcəyim nə olacaq? Çünki bu komponentimiz çalışdığını bilməyim üçün əslində sistem üzərində də yoxlayam. Burada da bu komponentin çıxışını da yoxlaya bilərəm. Bu tipdə yoxlamaq olar. Yaxşı, çıxışını yoxlayaq. İlk öncə çıxışı yoxlayaq. Daha sonra sistem üzərindən baxaraq görək RPM dönmə sürətini göstərəcəkmi? Görək komponentimiz anakartda nə reaksiya verəcək? Fanı da bağlayaq.
Qida blokunu aktiv etdim. Anakart start aldı. Fanlarımız, birinci fanımız işe düştü, ikinci fanımız da işe düştü. Hal-hazırda fanlarımız dönür. Tamam, söndürək. Deməli bizim hansı pin idi? Çıxış olaraq baxaq buna. Dördüncü pinimiz. Mikroskopumuz bura qədər gəlirmi? Tamam. Deməli 1, 2, 3, 4. Dördüncü pinimiz çox çətin bir bölgədədir. Yaxşı, indi də ehtiyatlı şəkildə ölçümünü edəcəyəm. Multimetremizi volt rejimə alaq. Bu arada pull-up müqavimətini ölçəcəyəm. 3.3-ə baxın, pull-up bağlanılıb. Tək pinim, dördüncü pini isə buradadır. Ölçə bilsəm. Çox çətin bir yerdədir. Tamam. Qida blokunu bağlayaq. Çünki ekran kartımız tamam isinib. Çıxış komponentimizin çıxışı da var. Bu da qaydasındadır. Sistem üzərindən bir kontrol edək. Sistem üzərindən görək. RPM fanımızın sürətini göstərirmi? Asiloqrafla da bu bizim iki pinimizin qrafik siqnalını göstərmək istəyirəm. Daha doğrusu qrafik görüntüsünü. İlk öncə PWM pininə baxaq. Bu arada bu PWM pini normalda ilk öncə bir kvadrat siqnal görəcək. Fanımız daha yüksək olduğu zaman əslində duty cycle tam 100% olduğuna görə düz bir DC gərginlik görmüş olacaq. Anakart start aldı. Bu arada bu PWM siqnaldır. Baxın. Bu bir PWM siqnaldır. Fanımız fırlanmağa başladı. Təbii ki, burada artıq dəyişiklik var. Asiloqrafda funksiyaları dəyişdirərək bu ölçümü edə bilərik. Hal-hazırda tam fırlanır. Bu isə bizim tək siqnalımızdır. Bu da eyni ilə çıxış olaraq digital pindir. Qida blokunu söndürüm. Çünki dediyim kimi soyutma sistemi ideal olmadığına görə GPU həddindən artıq çox isinməsin. Sistem üzərinə keçək. Görək, əmələ sistem üzərində proqram vasitəsilə fanımızın RPM sürəti göstərilirmi? Onu da yoxlayaq. Soyutma sistemini bağlamışam. Təbii ki, tam komplekt yığılmayıb. Ekran kartı sadəcə test məqsədli bu formada bağlamışam. Hal-hazırda fanlarımız fırlanmır. Səbəbi isə ekran kartının temperaturu o təyin edilən, yəni belə deyim, video BIOS'da təyin edilən dəyəri keçmədiyinə görə fanlarımız standby rejimdədir. Qurğu bölməmizdə driverdə hər hansı bir xəta yoxdur. AMD Radeon RX 5700 XT. İndi isə test edək. IDE proqramından göstərim. Baxın, hal-hazırda CPU RPM dəyərimiz qeyd edilib, ancaq GPU RPM 0% dərəcəsindədir və 0 RPM olaraq qeyd edilir. Və bu dediyim kimi normaldır, çünki standby rejimdədir. GPU-Z-də bizim ekran kartımızın bütün konfigurasiyaları qeyd edilib. Sensor bölməsində də burada
0 RPM qeyd edilib. İndi isə furmaqla, yəni böyük bir test etməyəcəyəm. Kiçik bir pəncərədə test edəcəyəm. Testimiz başladı. Temperaturumuz hal-hazırda 63 Celsius'dir. Və bəli, RPM'imiz artıq RPM siqnalı 33%də göstərir. Bəli, ISO qaydasında 25, 29, 30%, 37% və fanımız fırlanır. Hər iki fan aktiv vəziyyətdədir. Çünki istilik burada həddindən artıq yüksək olmadığına görə RPM dəyərimiz də stabildir. G+Z proqramı ilə də baxın. Temperaturumuz 70 Celsius'a çatıb və RPM 12.000, artıq 12.000 biraz keçir və normaldır. Yəni fan həddindən artıq yüksəkdə fırlanmır, çünki temperatur belə deyim, elə də kritik vəziyyətdə deyil bu ekran kartı üçün. Ekran kartımızın təmiri artıq yekunlaşdı. Testlərimizi də etdik. Fanımız normal dəyərdə çalışır. Bu arada buradakı bizim hansı şey istilik dəydikdən sonra konnektorumuz test sıradan çıxdı. Artıq bunu mən yenisi ilə əvəzləmişəm. Daha doğrusu donor üzərindən əvəzləmişəm. Bu qədər. Növbəti videomuzda görüşərik. Bu tip fanla bağlı bir problem varsa mütləq şəkildə ümumiyyətlə pinlərin hansı daha doğrusu pinlərin hansının nə işə yaradığını təyin etməyimiz lazımdır. Fərqli bir sxemlərlə qarşılaşdıraraq, yəni şərt deyil ki, bunun sxemi olsun və bu yolla ekran kartımızdakı problemi aradan qaldıra bilərik. Bu qədər. Növbəti videomuzda görüşərik. Sağ olun.